Salam, hər vaxtınız xeyirli olsun əzizlərim. Bugün sizlərlə bərabər şəkildə DİM test toplusu 2025-ci ilin birinci hissəsində fonetika bölməsinə başlayacaq. Gəlin uşaqlar, bütün sualların izahlarına bir-bir bərabər şəkildə baxaq. Deməli, mənim əzizlərim, birinci sualdan başlayırıq. Hansı sözlərdə Q hərfi K səsini ifadə edir? Uşaqlar, ümumiyyətlə Q hərfi sözdə ya Q səsinin özünü verir, ya K səsini verir, ya X səsini verir və yaxud da ki Q səsini verir. Bizdən istəyir ki, K səsini ifadə etsin. Diqqət edirik birinci sözə. Məqsəd. Uşaqlar, söz ortasında Q samiti əgər ki, kar samitdən əvvəl gəlibsə, bu zaman Q K səsini vermiş olur. Deməli, biri rahatlıqla götürürük. Daha sonra ikinci söz qəbul. Sözün əvvəlində gələn Q hərfi elə yazıldığı kimi tələffüz olunur. Ona görə ikini tamamilə silirik. Qazetdə həmçinin nöqtə. Uşaqlar, baxırıq ki, əzizlərim, burada da Q hərfi T kar samitindən əvvəl gəlibdir. Deməli, burada da Q əvəzlənməsi baş verəcək. 4-də rahatlıqla götürürük. 5-də maraq sözündə maraq olur. Q əvəzlənməsi olur. K əvəzlənməsi olmur. 5-i silirəm. Diqqət. Sözün ortasında qoşaq Q samitlərindən birincisi rahatlıqla K əvəzlənməsi olur. Deməli, 6-nı da götürürük uşaqlar. Və 7. Maqnit. Söz ortasında Q samiti cingiltli samitdən əvvəl, hansı ki burada N-dan əvvəl gəlibdir. Bu zaman Q olduğu kimi qalır. 7-ni tamamilə silirəm. Miqyas. Burada uşaqlar Q samiti Y cingiltli samitindən əvvəl gəlibdir. Deməli, burada da Q olduğu kimi qalacaq və 8-də silirəm. Buna görə də uşaqlar, testimizin düzgün cavabı 1, 4, 6 qalmış olacaq. Yəni, Y variantı. Növbəti sualın izahına baxırıq. Hansı cərgədəki sözlərdə uzun tələffüz olunan sait vardır? Tələffüz olunan sait vardır. Aha. Uşaqlar, gəlin baxaq. Aha, birinci söz. Ədavət, ərazi, ədalı, əlavə. Elə cavab A variantında. Ədavət, ərazi, ədalı, əlavə. Hər birində A hərfi uzun tələffüz edilir. Əbədi, əvvəldə uzanma yoxdur, əqrəbdə uzanma yoxdur. Ekran, ekipaj, eloğlu, icazə. Bunlarda da yoxdur. Əmi qızı, əmoğlu, əməkdaş, xəritə. Burada da yoxdur. Ertə, erkən, enmək, hakim. Burada da yoxdur. Cavab qalır A variantı. Növbəti sualın izahına baxırıq. Hansı sözlərdə qoşa samitlərdən ikincisi cingiltili tələffüz edilir? Demək, uşaqlar, təfəkkür. Burada Q birləşməsində ikinci Q Q-yə keçəcək, hansı ki, kar cingiltili əvəzlənməsi baş verir. Biri rahatlıqla götürürəm. Müfəttiş. Burada da həmçinin 2 T kar samit yanaşı gəlir və ikincisi dərhal cingiltləşir. İkini də götürürəm. Libretto. Libretto. Burada da həmçinin uşaqlar. 3-də götürürəm. Şəffafda heç bir proses baş vermir. Qəssabda həmçinin hop, pammaq. Bəli, P-B-yə keçəcək. Aha. Deməli, 6-nı da götürürəm. Həssaslıq. Uşaqlar, burada da iki qoşa enicisli samitlərdə heç bir hadisə baş vermir. Cavab qalacaq əzizlərim. 1, 2, 3 və nəhayət 6. Testimizin düzgün cavabı B variantı qalmış olacaq. 4-cü sualın izahına baxırıq. Şərtdə bizə deyir ki, hansı nümunələrdə birinci sözün son samiti cingiltili tələffüz olunmur? Yəni, bizə nə istəyir? Kar tələffüz olunanı. Birinci sözün son samiti kar tələffüz olunsun. Palıd qozası. Uşaqlar, burada BDGC qaydasına əsasən D samitindən sonra samitlə başlayan qozası sözü gəldiyi üçün
Deməli, d t əvəzlənməsi olur. T samiti də əzizlərim, kar samiti, yəni cingiltili deyil. Ona görə 1 götürürəm. 2. Armud ağacı. Əzizlərim, burada da bedikeci qaydası var. Sadəcə, saitlə başlayan söz gəldiyi üçün d t əvəzlənməsi qaydaya əsasən baş vermir. Deməli, d cingiltilidir, zaten cingiltili olaraq da qalacaq. Kara keçməyəcək. 4 manat. Uşaqlar, burada manat samitlə başlayan söz gəldiyi üçün d t əvəzlənməsi baş verir. Yəni t kardır, cingiltili tələffüz edilmir. Arıq uşaq. Burada q x-ya keçməlidir. Sadəcə özündən sonra saitlə başlayan uşaq sözü gəldiyi üçün q x əvəzlənməsi baş verir və bu da cingiltili samitdir. Kitab satışı. Burada da BDGC qaydasına əsasən samitlə başlayan söz gəldiyi üçün s samitdir çünki b p əvəzlənməsi baş verir, yəni kar samitlə bitir. Cavab qalır mənim əzizlərim 1, 3 və 5. Yəni testimizin düzgün cavabı Y variantı qalmış olacaq. Sonra uşaqlar davam edirik 5-ci sualın izahından. Şərtdə vurğulayır ki, Ç hərfi hansı sözdə Y samitinin kar qarşılığını verir? Uşaqlar bilmək lazımdır. Birinci, Y-nin kar qarşılığı X üstü iştirikdir. İndi bizə deyir ki, Q hərfi hansı sözdə bu səsi verəcək? Lakonik. Uşaqlar burada K, burada K. Yəni vermir. Liderlik və salam cavab B variantıdır. Q xaçtırxa keçir. Türk uşaqlar tək hecalı söz olduğu üçün, çünki burada bir sait var. Tək hecalı söz olduğu üçün Q xaçtırx əvəzlənməsi baş vermir. Məkkə. Birinci Q olduğu kimi qalır. İkincisi uşaqlar 2 Q qaydasına əsasən G-ya keçir. Yəni burada xaçtırx səsi yoxdur. Əmlac, uşaqlar, əmlacdır, şərikdir, iştirakdır, idraçdır, təbrikdir, babəkdir, müştərəkdir. Bunlar istisnadır. Hansı ki, K-la bitsə belə xaçtırx formasında tələffüz edilmir. Və buna görə testin düzgün cavabı B variantı qalmış olacaq. Sonra uşaqlar, davam edirəm 6-cı sualın izahından. İlk sözün son samiti kar tələffüz edilir. Fındıq ləpəsi olur fındıq ləpəsi. Elə cavab A variantıdır. Uşaq ayaqqabısı saitlə başlayan söz gəldiyi üçün qığıya keçir. Yəni cingiltilidir. Əncir R cingiltilidir. Çiyələk ətri sait gəldiyi üçün çiyələk olur. Yəni bu da cingiltilidir. Ərik ağacı sait gəldiyi üçün Q Y-yə keçir və bu da cingiltilidir. Testimizin düzgün cavabı A variantı qalmış olacaq. 7-ci suala baxırıq. Deyir ki, hansı sözlərdə Q hərfi X kimi tələffüz edilmir? Yumşaq, yumşaq, bulaq, bulaq, yaylaq, yaylaq, ovlaq, ovlaq. A variantı xaric. Qaymaq, bayraq, uzaq, zambaq. Bu da xaric. Yarpaq, işıq, qabaq, otaq. Xaric. Buruq, sarıq, çarıq, saçaq. Xaric. Üfüq, K, şəfək, K, müvafiq, K, sadiq, K. Cavab olur Y variantı. Çünki uşaqlar bu sözlər alınma sözlərdir. 8-ci suala baxırıq. Şərtdə vurğulayır ki, yarışda birinci gələn bizim Məhəmməddir cümləsindəki hansı sözdə cingiltili samitlərdən biri kar tələffüz edilir? Yarışda olduğu kimi, birinci olduğu kimi, gələn olduğu kimi, bizim olduğu kimi Məhəmməddir. Baxın uşaqlar, burada sözün kökü Məhəmməddir. Yəni D BDGC qaydasına əsasən özündən sonra dur xəbərli şəkilçisini qəbul edib və bu şəkilçisdə D samiti ilə başlayır. BDGC qaydasına əsasən söz BDGC ilə bitirsə, özünə samitlə başlayan şəkilçi söz fərqi yoxdur. Gəldiyi zaman D, T əvəzlənməsi, yəni B, G və C. Bunlar öz qarşılığına keçmiş olur. B, P-ya, D, T-ya, G, K-ya, C, C-ya keçir. Burada da uşaqlar məhəmmətdir. Yəni D, T-ya keçəcək. Cavab olur 5, yəni A variantı. Sonra gəldiyi 9-cu sualın izahına. Cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapağı sait var. Aha, uşaqlar, maraqlı sualdır. Deməli,
Cərgələrdən birində bütün sözlər uzun tələffüz olunan qapalı. Demək uşaqlar, bütün sözlərdə uzun tələffüz edilən sait qapalı sait olmalıdır. Aysimanda adı açıq, saitdə yoxdur. Tələffüzdə, təəssüfdə ədi açıqdır. Məruzə u, nümayiş, etibar. Etibarda isə yoxdur. B variantı xaric. Xüsusi, musiqi, təriqət. Xüsusi u, musiqi u, təriqət i. Hansı ki, uzanmadır və qapalı saitlərlə bağlıdır. Daxili adı, xarici adı, sənaye adı. Yəni, bunlar açıqdır. Mədə, mötərizə, memar. Burada da uşaqlar qapalı uzun tələffüz olunan heç bir söz yoxdur. Daha sonra baxırıq 10-cu sualın izahına. Hansı sırada nöqtələrin yerinə x tələffüz olunmalıdır? Uşaqlar, x tələffüz olunması üçün demək burada kar, daha doğrusu samitlə başlayan söz gəlməlidir. Fikir verin, qonaq evi. Burada q var, lakin saitlə başlayan evi sözü gəldiyi üçün q əvəzlənməsi baş verir. Yəni x yox. A variantı gedər. Bulaq suyu, cavab B variantı, C variantı. Normalda bulaq yazılır, samitlə başlayan söz gəldiyi üçün q əvəzlənməsi olubdur. Soyuq auditoriya. Normalda q'dır, sadəcə özünə saitlə başlayan söz gəldiyi üçün auditoriya sözü q əvəzlənməsi baş verir. Əxlaq bu k olacaq, çünki alınmadır. Qulaq asmaq q yazılır, sadəcə özünə saitlə başlayan söz gəldiyi üçün q əvəzlənməsi baş verir. Cavab qalır C variantı. Növbəti sual uşaqlar. Sözlərin hansında q hərfi k səsini ifadə eləyir? Q hərfi k səsini versin. Torpaq olacaq. Sonra rəqs olacaq. K-ya ki, çünki özündən sonra kar samit var. İkini rahatlıqla mən müşahidə etdiyim üçün götürürəm. Miqyaslı uşaqlar cingiltdən əvvəl gəldiyi üçün olduğu kimi qalır. Qütbdə sözün əvvəlində olduğu kimi qalır. Qayıq olur, qx əvəzlənməsi, layiq olur, yəni altında götürürəm. Daha sonra maqnitofon, burada da cingiltdən əvvəl gəldiyi üçün olduğu kimi qalır. Testin düzgün cavabı uşaqlar 2-6, yəni Y variantı. Və səlam. 12-ci sual izahından davam edirik uşaqlar. Deməli, hansı sözün ilk samiti onun kar qarşılığı ilə əvəz edilsə, yeni mənalı söz yaranmaz deyir. Baxın, çox maraqlı bir sualdır. Uşaqlar, dələni öz qarşılığına keçirsəm, yəni birinci saiti olur tələ. Bax, fikir ver, düzdürmü? Bir var dələ, bir var tələ. Bunlar ikisi fərqli sözlərdir də bilirsiniz. Düzdürmü? A variantı xaric. Bir var dələ, yəni heyvan, bir var tələ, tələ qurmaq. Zaman, vaxt mənası, saman olsa uşaqlar, o bildiyimiz otun bir növü, düzdürmü? Saman da fərqli məna verir. Zəfər, səfər. Bir var zəfər, əskərlərimiz zəfər qazandı, qələbə qazandı. Bir var səfər. Misal üçün, hər hansı bir ölkəyə edilən səfər, məna dəyişir. Gövhəri mən köfər eləsəm, yəni kövhər. Burada heç bir məna dəyişməz. Cavab deyildi. Vaza uşaqlar, bu bildiyimiz məişət əşyası olan vaza. Bir də var faza, hansı ki fizika terminidir. Deməli, mənaları fərqlidir. Cavab olur D variantı, hansı ki gövhəri köfər etmək olmaz, çünki məna dəyişmir. 13-cü sualın izahından davam etmiş oluruq. Hansı cərgədəki sözlərin yalnız birində uzun tələffüz olunan sait var? Aha, yalnız bir sözdə uzanma hadisəsi müşahidə etməliyəm. Katib, siyasət, elan. Üçündə də var. Təcili, qasid, səyyah. Təcili, qasid. Getdi, səyyah da yoxdur amma. Şikayət, heca, ənənə. Şikayət adı var, heca istisnadır, uzanmır, ənənə uzanmır. Cavab C variantı, hansı ki bir sözdə var. Həmrəylik, sürət, çarə. İkisində də var. Dirçəliş, mədəniyyət, tərcümə. Yoxdur. Cavab qalır C variantı. Daha sonra uşaqlar 14-cü sualın izahına baxırıq. Bizdən istəyir ki, cərgələrin birində
Q hərfi ardıcıllıqla Q-nı, Ğ-nı, X-nı və K-nı versin. Deməli, Q hərfi birinci verməlidir, əzizlərim, Q-nın özünü. İkinci verməlidir Ğ-nı, üçüncü verməlidir X-nı və nəhayət verməlidir K səsini. İndi ardıcıllıq belə olmalıdır. Üfüq xətti. Baxın əzizlərim, burada K-dır da, üfüq xətti, düzdürmü? Ardıcıllıq pozulur. Uşaq X, qənimət Q-dır, nöqtə K-dır. Yəni ardıcıllıq pozulur. Ümumiyyətlə burada Ğ yoxdur. A gedir. Qulaq aparatı bu da Ğ-dır. Daha doğrusu Q, qulaq, qulağı, Ğ-ya keçir, saitlə başlayan söz gəldi. Otaqsız, otaqsız olur. Məqsəd K olur. Yəni burada da uşaqlar qulaq Q-dır, aparatda Q sabit olduğu üçün Q-ğa əvəzlənməsi olur. Otaqsız X-nı verir, məqsəd də K-nı verir və səmə cavab B variantı qalır. Haqqında Toqqa, aşıq havası. Uşaqlar haqqında da birincisi K-ya keçir, ikincisi Q olur, ardıcıllıq pozulur. Toqqa birinci K, ikinci Q qalır. Aşıq havası X-ya keçir. Yəni burada da Q yoxdur ümumiyyətlə. C-də gedir. Müşfiq K-dır, qutu Q-dır, haqsız K-dır, qəza Q-dır. Burada da Q səsi yoxdur. Aşıq, aşik, aşik. Daha doğrusu aşıq, aşıq, əqidə Q, papaq X və salam. Burada da əzizlərim Q səsi yoxdur. Cavab qalır B variantı. Sonra növbəti suala baxıram. Tərkibində uzun tələffüz edilən sait mövcuddur. Deməli, Kamal, kitab, xüsusi. Kamal yoxdur, kitab yoxdur. Xüsusi uzanır, 7-ni götürürəm. Laləzar uzanır, 2-ni götürürəm. Laureat yoxdur, əhatə. Burada da yoxdur. Daimi, qurum, fizik. Aha, demək uşaqlar, laləzar, laureat yoxdur, əhatə, əhatə. A-nı götürürsən, burada 8-i götürürsən. Sonra daimi adı uzanma var, 3-ü götürürəm. Qurumda yoxdur, fizikdə yoxdur. Testimizin düzgün cavabı 2, 3, 7 və nəhayət 8. 2, 3, 7, 8 hansı variantdadırsa biz onu götürmüş olacaq. Cavab olur C variantı mənim əzizlərim. Sonra 16-cı sualın izahından davam edirik. Hansı nümunədə ilk sözün son samiti kar tələffüz olunur? Yəni birinci sözün son samiti. Qıraq tərəf samitlə başlayan söz olduğu üçün T hərfindən başlayır. Deməli, qıraq tərəf. Elə cavab qalır A variantı. Çünki Q-xıya keçir, cavab adı. Sınıq oyuncaq saitlə başladığı üçün Q-ya keçir. Q da saitdir, amma kar yox, cingiltlidir. Məktəb avadanlığı B P-ya keçir, P da cingiltlidir. Fındıq ağacı fındıq olur, çünki saitlə başlayır, Q da cingiltlidir. Toyuq əti olur, Q, çünki saitlə başlayır, ət sözü saitlə başlayır. Bizən kar istəyir, bu isə cingiltliyə keçir. Cavab qalır A variantı. Növbəti sualın izahından davam edirik uşaqlar. Deməli, 17-ci sualda deyir ki, hər iki sözə saitlə başlayan şəkilçi artırıldıqda sözün sonundakı Q samiti Q samitinə keçmir. Uşaq normalda uşaqdır. Yaraşıq normalda yaraşıqdır. Hər ikisinin saitlə başlayan söz şəkilçi qoşsam, Q-x əvəzlənməsi yox, Q əvəzlənməsi olur. Qonaq saitlə başlayan söz şəkilçi qoşsam, qonağı olacaq, amma nitq K-ya keçir. Amma burada birincisi olur. Ona görə bizə deyir ki, hər iki söz. Cavab C variantı deyil. Miting, pirog. Miting K-ya, pirog K-ya. Hər ikisi uşaqlar K olduğu üçün deməli, saitlə başlayan söz şəkilçi qoysam keçməyəcək. Yəni, burada heç bir dəyişiklik olmayacaq. Bıçaq, saitlə başlayan söz şəkilçi qoşsam, Q-ğa əvəzlənməsi olur. Sadiq K olur. Bu da gedər, çünki biri olur. Yaraq olacaq, üfüq K-ya keçəcək. Bizə lazımdır, hər iki söz keçməsin. Buna görə cavab olur B variantı. Və nəhayət, növbəti sualın izahından davam edirik. 18. Cərgələrin birində Q hərfi ardıcıl olaraq Q, Q, X və K səslərini verir. Burada əsas məsələ uşaqlar ardıcıllığın düzgün getməsidir. Bəzən olur, hamısı olur, lakin ardıcıllıq yanlış olduğu üçün biz onu götürmürük.
Demək, əzizlərim, Q hərfi verməlidir. Birincisi Q-nın özünü, ikincisi Q-nı, üçüncü X-nı və nəhayət dördüncü K-nı verməlidir. Gəlin, nəzər yetirək mənim əzizim. Qulaq dərmanı, bax Q-nı verdi, düzdürmü? Burada sayitlə başlayan yox, samitlə başlayan söz gəldiyi üçün 40 formasında qalır, ardıcılıq pozulur. Amma digərlərinə də baxaq. Haqsız, samitlə başlayan, zingitli yox, çar samitlə başlayan şəkilçi olduğu üçün burada Q K-ya keçir. Qəzzada Q formasında qalır. Heç burada Q samiti yoxdur. Üfüq K-ya keçir. Burada da ardıcıllıq pozulur. Uşaq X-ya keçir. Q zaten Q-dır. Sınıqda Q-X əvəzlənməsi olur. B variantı da xaric keçir. Ümumiyyətlə burada Q səsi olmur. Haqq haqqında birincisi K olur. Bu Q-nı verir. K olur. Q-nı verir. Burada da uşaqlar X formasında qalır. Burada da Q samiti yoxdur. Qonaq otağı. Birincisi Q-nı verir. Düzgündür. Burada sayitlə başlayan otaq sözü gəldiyi üçün Q formasında olacaq. Düzdür. Yarpaqdan, yarpaqdan X-nı verir. Rəqs özündən sonra, yəni Q samiti burada S-dan əvvəl gəldiyi üçün, kardan əvvəl gəldiyi üçün K-nı vermiş olacaq. Bəli, qonaq sözündə Q, birinci Q, Q-nı verdi. İkinci Q, sayitlə başlayan söz gəldiyi üçün Q-nı verdi. Yarpaqdan, yarpaq sözün kökü dan-dən, yəni samitlə başlayan şəkilçi gəldiyi üçün Q, X formasında qaldı və nəhayət sonda isə Q, K səsini verdi. Cavab da olur D variantı. Qonaq evi, dodaq, qamışlıq. Uşaqlar Q-nı verir, verir. Sonra özündən sonra sayitlə başlayan söz gəldiyi üçün Q əvəzlənməsi olacaq. Dodaq X formasında, qamışlıq bu Q-nı verəcək, bu da X-nı verəcək. Yəni burada K səsi olmadığı üçün Y variantında mən bunu götürmürəm. Cavab da qaldı əzizlərim D variantı. Və nəhayət 19-cu suala baxırıq. Cərgələrin birində Q hərfi 3 müxtəlif səsi ifadə edir. Gəlin baxaq uşaqlar, bu maraqlı sualdır. Deyir ki, Q hərfi 3 müxtəlif səsi versin. Misal üçün, Q-nı versin, X-nı versin, Q-nı versin. Bunu istəyir bizdən. Müxtəlif. Yaraq olur, yaraq. Qapaq. Burada Q-nın özünü verir. Qapaq, qapaq verir. Qəlb Q-nı verir. Fikir verir mənim əzizim. 2 X-nı verir, 2 Q-nı verir. Mədir 3 müxtəlif səsi versin. Deməli, A variantı xaricdir. B-də qonaq, qonaq. Baxın, burada Q-nı verir, burada X-nı verir. Otaq X-nı verir, qapı Q-nı verir. 2 müxtəlif səsi verir, 3 dənən yox. B variantı xaric. Çanaq, aşıq, şəfək. Bax, fikir verəsin. 2 X-nı verəcək, bir də K-nı verəcək. Görsənmi? Və salam. Burada zaten 3 səsdir də. D variantı çıraq, düzdürmü? X-nı verir. Məqsəd K-nı verir. Toqqa Q-nı verir. Bax, fikir verəsin. X, K, Q. 3 müxtəlif səsi verdi mi? Verdi. Cavab oldu D variantı. Nöqsan K-nı verir. Qərargah Q-nı verir. Rəqs K-nı verir. Yəni 3 dənə səs verir, amma ikisi eynidir, biri müxtəlifdir. Cavab da oldu D variantı. Növbəti sualın izahına baxırıq. Bizə deyir ki, klasteri tamamlayan fikirləri müəyyənləşdirin. Klaster bilirik ki, birinci ifadəsi düzgündürsə, ikinci ifadəsi düzgündürsə, deməli, 3 də düzgün olmalıdır. Yox, əgər birincisi yanlış, ikincisi yanlışsa, üçüncüsü yanlış olmalıdır. Gəl baxaq indi. Y samitindən bağlı fikir. Bəzi sözlərin tərkibində qoşa işləndikdə tələffüzlər biri düşür. Bəli, bax, misal üçün, təyyar. Təyyar, düzdürmü? Burada qoşa gəlibdir, amma düşmür. Çünki söz kökündədir. Amma desəm ki, əbədiyyət. Görsən, bax, fikir ver. Şəkilçinin tərkibində olsa düşəcək. Deməli, bəzi sözlərin tərkibində düşür. Düzgündür. Maniyəli tələffüz olunur. Bəli, uşaqlar, samit olduğu üçün maniyəli səsdir. Bu da doğru. Deməli, biz klasteri əsasən düzgün bir cavabı vurğulamalıyıq. İndi fikir ver mənim əzizim. Çar qarşılığı yoxdur. Niyə yoxdur ki? X işıq səsi var. Deməli, var. A variantı yanlışdır, götürmürsən. Söz sonunda qoşa gələ bilər. Uşaqlar, sözün sonunda
Qoşa gələn y yoxdur. B variantı. Söz ortasında ola bilər, amma sonda yoxdur. B variantı xaricdir. Yazıldığı kimi tələffüz edilən qoşa samitli söz yoxdur. Niyə ki, bayaqları vurğuladım. Təyyar olsun, səyyar olsun, təyyarə olsun. Söz kökündə olduğu kimi qalır. Sözün əvvəlində yazıldığı kimi deyilir. Cavab D variantıdır. Bəli. Necə yazılırsa, elə də tələffüz olunur. Misal üçün deyirəm ki, yay. Düzdürmü? Söz əvvəlində olduğu kimi qaldı. Və salam. Söz sonunda işlənə bilmir. Niyə işlənə bilməsin? Misal üçün çay. Çay sözündə sözün sonunda gəldi. Niyə olmasın ki? Cavab olur D variantı mənim ənsim. 21-ci sual. Deməli, 4 məqamda qalın, açıq, dodaqlanmayan saitin tələffüz edildiyi sözü müəyyən edin deyir. Uşaqlar, maraqlı sualdır. Gəl baxaq əzizim. Bax, fikir ver, deyir ki, 4 məqamda, yəni 4 yerdə qalın olsun, açıq olsun və plusda dodaqlanmayan sait olsun. Bir söz tərkibində 4 sait tapmalısan. 4 saitin 4 də qalın olmalıdır, açıq olmalıdır, plusda dodaqlanmayan olmalıdır. İndi baxıram. Bu sualı yazmaq üçün verilən sözlərin hər birini ayrı-ayrılıqda fonetik təhlil etməlisən. Yoxsa heç vaxt testin düzgün cavabını tapmaq olmaz. İndi uşaqlar baxıram. Birinci söz oratoriya. Burada uşaqlar birinci o aya keçir, digərlərində heç nə olmur. Amma burada baxıram oratoriya. Birinci o aya keçdi, ikincisi A, üçüncü A. Burada 3 məqamda açıq, dodaqlanmayan qalın sait var. Yəni 4 məqamda yoxdur. Çünki o burada dodaqlanan saitdir. A variantı xaricdir. Orfoqrafiya. Uşaqlar baxın, orfoqrafiya söz belə olacaq. Orfoqrafiya. Birinci A, ikinci A, üçüncü A, dördüncü A. Dördü qalındır, qalındır. Açıqdır, açıq dodaqlanmayandır, dodaqlanmayandır. Cavab olur B variantı. Morfologiya. Morfologiyada uşaqlar belə olur. Baxın, fikir verin. Morfologiya. Burada da birinci A, ikinci A, növbəti dördüncü A. Daha doğrusu üçüncü A. Yəni burada 3 dənədir uşaqlar. 3 də qalındır, 3 də dodaqlanmır, 3 də açıqdır. Və salam. C variantı xaric. Maqnitofon. Burada da uşaqlar sadəcə bir dənə o aya keçir. Yəni birinci A, ikinci A. Burada da 2 dənədir. Üçüncüsü keçmir. Astronomiya. Burada da belə olacaq uşaqlar. Astronomiya olmur. Astronomiya və salam bu formada olur. Burada da bir dənə, 2 dənə və nəhayət 3 dənə. 4 dənə yoxdur. Cavab da olur B variantı. Və salam. Gəldik mənim ənsim 22-ci sualın izahına. Bizə deyir ki, fərqləndirilmiş sözlərdən hansıların son samiti cingiltli tələffüz olunur. Cingiltli tələffüz olunmanı deyirsə, deməli nə olacaq? Özündən sonra mütləq şəkildə saitlə başlayan sait söz gəlməlidir. Zəfər günlərini dövr-i qədimdən, burada heç nə yoxdur. Bayraq işığında, baxın uşaqlar, normalda bayraq olmalıdır. Özündən sonra saitlə başlayan söz gəldiyi üçün q əvəzlənməsi olur və q da cingiltli samitdir. Bizdən də zaten bunu istəyir. Deməli, mən biri rahatlıqla götürürəm. Bayraq mənliyimdir. Mənlik samitlə başlayan bir söz olduğu üçün q x-ya keçir, yəni q-ya keçmir. X da çar samitdir, 2 xaricdir. Bayraq kimliyim. Burada da kimliyimdə uşaqlar 2 sait deyil, daha doğrusu samitdir. Ona görə q x-ya keçir, 3-də çıxıram. Bayraq öz yurduma, öz hakimliyim. Bayraq, görsən ki, bayraq olur. Öz burada uşaqlar fikir verin mənim əzizim. Saitlə başlayan bir sözdür. Deməli, q əvəzlənməsi baş verir və q da cingiltli samitdir. Buna görə testimizin düzgün cavabı 1 və 4 qalmış olacaq. Sonra uşaqlar 23-cü suala baxırıq. Hansı bəddəki sözlərdə q-yı q əvəzlənməsi baş vermir? Uşaqlar, bu sual əzbərə dayanan bir sualdır. Çünki biz bilməliyik ki, bəzi sözlər var ki, onlar istisnadır ki, onlara sonu q və yaxud da q ilə bitsə belə, saitlə başlayan hər hansı bir
şəkilçi söz gəldiyi zaman dəyişim hadisəsi baş vermir. Misal üçün iştirakdır, əmlakdır, şərikdir, idraçdır, müştərəkdir, babəkdir. Bunlar istisnadır ki, bunlarda olmaz. Bir də uşaqlar, yadda saxlayırıq ki, sonu qı-la bitənlərdə müttəfiqdir, məntiqdir, dialoqdur, monoloqdur, filoloqdur. Və bunlarda heç nə baş vermir. 1 və 3 cavab qalmış olacaq. Və salam. Və növbəti sonuncu suala baxırıq uşaqlar. Hansı sözlərdə cingirtli samit özünün kar qarşılığı kimi tələffüz olunur? Deməli, sualın şərtini başa düşmək lazımdır birinci. Bizə deyir ki, hansı sözlərdə cingirtli samit özünün kar qarşılığı kimi tələffüz olunur? Təmiz karlıq. L-r əvəzlənməsi, qx əvəzlənməsi olur. Amma burada uşaqlar cingirtli samit qarşılığına keçmir. Biri çıxırsan rahatlıqla. 2. Buluddan. Bir də gecə qaydasına əsasən sözün kökü buluddur. Özünə samitlə başlayan şəkilçi qəbul elədi və d-t əvəzlənməsi oldu. D-nın da uşaqlar, d cingirtlisinin də kar qarşılığı t-dır. Yadda saxlayırıq. 2 rahatlıqla götürürəm. 3. Maraqla. Qx əvəzlənməsi l-nı və sonda bir n. Uşaqlar, burada x cingiltlisi, q cingiltlisi x-ya keçdi. Amma q-nın qarşılığı k-dır, x deyil. X-nın qarşılığı isə q-dır. Ona görə 3-də çıxıram və nəhayət 4. Şəfəqlər. Baxın uşaqlar, burada şəfəqlər q-ya keçir. Çünki alınma sözdə istisnadır. Q-nın da kar qarşılığı k səsidir. Deməli, 4-də götürürsən 2 və 4. Palıdın. Uşaqlar, palıd sözün kökü olsa belə, özünə saitlə başlayan şəkilçi gəldiyi üçün heç bir dəyişim hadisəsinə uğramır. Və salam. Testimizin düzgün cavabı 2 və 4 qalmış olacaq.